أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. İnsan münasibətlərində, başqalarının sərt rəftarında onların sərtliyini sərtliklə, qəzəbini qəzəblə, kobudluğunu kobudluqla, söyüşünü söyüşlə qarşılamaz. O bunları eyni ilə cavablandırmaz, əksinə daha gözəl olanla dəf edər. Sələf alimlərindən biri Əun İbn Abdullah haqqında Siyər Ələm Ən-Nübala kitabında möhtəşəm bir söz qeyd olunub. Onun tərcüməsində deyilir ki, əgər bir nəfər onu qəzəbləndirsəydi, o belə deyərdi: Allah sənə bərəkət versin. Bəs qarşısındakı adam onu qəzəbləndirməyibsə necə? Əgər o şiddətli qəzəb halında ikən belə Allah sənə bərəkət versin deyirsə, bu artıq daha gözəl olanla dəf etməyin bariz nümunəsidir. Amma bu hər kəsə nəsib olmur. Buna yalnız yüksək, möhkəm və uca əxlaqdan böyük bir payı olan insanlar nail ola bilərlər. Bəs bu davranış insana nə qazandırır? Allah Teala Quranda buyurur: yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu ancaq səbir edənlərə verilər və ancaq böyük qismət sahiblərinə nəsib olar. O kimsə sənin üçün sanki yaxın bir dost olur. Doğrudan da bu ədəb öyrədir. İndi təsəvvür et ki, bir nəfər sənə qarşı səhv edir. Sən isə ona deyirsən: bağışla qardaşım, üzr istəyirəm. Bu halda sən onu tərbiyə etmiş olursan. Ona öyrədirsən ki, necə sakitləşmək və səninlə necə davranmaq lazımdır. Bu sənin tərəfindən ona bir tərbiyədir. Beləcə, onun içində olan sərtliyi sənin yumşaqlığın aradan qaldırır və onu yüngülləşdirirsən. Nəticədə o, Allahın buyurduğu kimi sanki ən dəyərli dostlardan biri olur. Buradan mühüm bir fayda çıxır. Əxlaq təsir edicidir. Əxlaq insana təsir edir və mütləq təsir edəcək. Fərq etməz, qarşı tərəf nə qədər sərt olsa, nə qədər düşmən olsa belə. Əxlaq üzərində davamlılıq və sabitlik göstərildikdə, o qəlblərdəki qəzəbi parçalayır, ruhdakı sərtliyi yumşaldır. Allah buyurur: pisliyi ən gözəl olanla dəf et. O zaman səninlə düşmənçilik edən kimsə sanki yaxın bir dost olar. Aranızda düşmənçilik olan kimsə sanki ən əziz dostlardan biri olar. Amma bu xüsusiyyət yalnız səbir edənlərə nəsib olar. Buna yalnız böyük pay sahibi olan nail olar. Buna görə mömin Rəbbindən diləməlidir ki, ona bu gözəl əxlaqı bəxş etsin və onu bu nemətlə mükafatlandırsın. Dua və nəfsə qarşı mübarizə ilə bu əxlaqı əldə etmək mümkündür. Bəziləri gözəl əxlaqdan danışanda deyirlər: bizim qəbiləmiz hamısı ot kimidir. Hamımız qəzəbliyik. Bu bizim xasiyyətimizdir. Dağ yerdən tərpənər, amma xasiyyət dəyişməz. Belə sözlərlə insan özünü eyni yerdə saxlayır və irəli gedə bilmir. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: elm öyrənməklə əldə olunar. Həlimlik, yumşaq xasiyyət təlimlə əldə olunar. Kim xeyir arzularsa ona verilər. Kim şərri fikirləşsə ona düşər. Əgər insan iki şeyi, nəfs ilə mübarizəni və duanı birləşdirərsə, Allahın izni ilə əxlaqı gözəlləşər, kamilliyə yüksələr. Səbir, həlimlik, geniş düşüncə gözəl əxlaqı artırar. Səbir və həlimlik gözəl əxlaqı möhkəmləndirən əsas dayaqdır. Səbri olmayan əxlaqı da gözəlləşə bilməz. Səbri olmayanın əxlaqı da gözəlləşə bilməz. Əxlaq səbir tələb edir. Səbr isə nəfsin qarşısını almaqdır. Çünki nəfs bəzən düşüncəsizliyə, sərtliyə meyil edir. Zorakılığa, intiqama, qisas almağa yönəlir. Bunun misalında bir çox şeyə meyil edir. Onu bundan saxlayan isə səbirdir. Nəfsi şiddət, qəzəb və sərtliyə yönəlməkdən saxlamaq səbir və böyük bir əxlaqdır. İnsanın nəfsinin istədiyi ani hərəkətdən, şiddətdən, qəzəbdən və təcavüzdən çəkindirmək üçün səbrə, sakitliyə və geniş düşüncəyə ehtiyacı var. İnsan hadisələrdə tələsməz, təmkinlə yanaşar, düşünər. Çünki çətin vəziyyətlərdə həll yolu yalnız qəzəb və sərtlik deyil, başqa yollar da var. Amma o yollara ancaq dərin ağıl ilə çata bilər. İnsan ağlı ilə düşünür. Nə etməliyəm, nə deməliyəm? Və nəticədə dərin ağıl ilə nəfsin ilk anda təklif etdiyi qəzəbli həll yollarından
daha yaxşı yollar tapır. Çünki həmin yolların sonu çox vaxt yaxşı nəticələnmir. Subhanallah, gör necə çox hadisələr evlərdə, ailələrdə, alqı-satqıda, münasibətlərdə baş verir. Hamısı nəfsin ani həyəcanından, düşüncəsiz hərəkətindən dolayı olur. Amma əgər səbir və geniş düşüncə olsaydı, insanlar ən gözəl həllə çatar, qəlblər birləşər, ixtilaf aradan qalxar, nəfs də Allahın izni ilə bir araya gələrdi. Əziz qardaş və bacılarım, kanalımıza abunə olun, bəyənin, paylaşaraq əzizlərinizi də faydalandırın. Xeyrə yol göstərən həmin xeyri etmiş kimidir. ورؤية وجهه المنزه عن التمثيل والتشبيه كما ترى الشمس في الظهيرة والقمر ليلة